Rəhmanlərim, əziz dostlar, təqazı elələr ki, bizə də vuran bu, olar ki, naşıdır öyrəsi. Yox, əlbəttə, təbən 1 kilo çəkədə alacaqlar, 350 gram soğan vuracaqlar. Ondan sonra bir gün bunlar əzəcəklər qəşəng, qoyacaqlar qalacaq. Bir gündən sonra 100 gram büzüyü vuracaqlar. Əlbət buna ədviyə də vurmuşuq, qərə bibər, filfil. Yok, biraz da su olacak yanlarındaki vuracaklar. Bu 5 tane kebap vurmak için erzik bir dəqiqədə səhmi açacaq, birinizə su vuracaqsınız. Bu halətdə vuracaqsınız, gördünüz. Bu o naş adamların sizə öyrədirəm. O başını da bərkidəcəklər, gördünüz. Qutuldu. Yine artıyla bir yenə üzrünə əl vuracaq ki, yaxçı olacaq. Baxın. Beytlənilmiş budur ki, naş adamlar bu halətdə vursunlar. Yine frizerimiz amadədir. Bu halətdə əllə bizə bezəsə, hətta buna hazır gələr, 10 dəqiqədə onda kebab qırasınız. Gördünüz. Hərdim tamamı əzizlərimizə ki, bizim peysi dombal edirlər və bal edirlər. Beytdən, kebab, xanəci və geyib eşiklərdən zibil qəzalara əl verməyəcəksiniz. Gördünüz əzizlər. 3-4 dəqiqə hamımızı çəkmir göstərin. Qonağınız da gəldi, rahat evdə vurun, istifadə edin. Qutuldu. Gördünüz, nədə çərt. Tərdim tamamı kebab yiyənlərə, əzizlərimizə. Gördünüz, lap rahatdır bu. Qutuldu. Bir daha da başbaşı bərkidəcəksiniz ki, tökülməsin. Ocağımız da yanır, amadədir. Gördünüz əzizlər. Təqdim tamamı əziz dostlarımıza. Ya Ali, Xudahafiz.